İkisi də qız uşağıdır. Bunlar oxumağı var. Çatda bilmirəm. Özüm taksi işləyirəm. Özüm Qarabağ beçanıyam. Mən deməm mən gəlin dağ başına otuzdum. Mənə sən bir ağ günə çıxan bir demək ki mənə gəlib 100 min cimə pul bas. Üçün bir çörək pul çıxsın da bir imkan dərəcəsində bir hər şey bahadır bu dəqiqə. Dükkana girmək olmur. Vallahi mən eləyim yaxşı, girib oğurluq eləyim. Olmur axı bu yaşda. Dolanmaq lazım. İndi Allah şu sərvətimiz var, hər şeyimiz var. Bunu yəni eləmək olar. Növbətə demək istədim ki, bu uşaq pulu versinlər də. Bir də ki, Qarabağ versanlara 80 manatdır. Sonra biraz bunu qaldırsınlar, eləsinlər 150 manat. Deməm ki, mənə gəl 1000 manat cibimə pul bas. Sonra bunu baba tələdə 80 manat mənə harama bəs edir. Mən əziyyət çəkmişəm 4 ildir. 4 il mən əskərdə olmuşam. Maddə son qalmışam. Gəl mənə kompensasiya vermədi əslində mənə hökumət. Ki, mənə saxlamışam orada 4 il.